setkada. İnşallah o setka üçün hazırdır. Görsən döyməzdir. Göz qarşısında bağlıdır. Kim istəsə yanında 5 dəqiqə döyüb hazır edib belə kötükdə döymə və setka kotlet. Deməli bax Tuncay. Bu qırmızı soğan özün bilirsən ki, soyuq dəymənin dərmanıdır. Bəli. Bu Dədə-babadan kebabı çox gözəl olur, çox gözəl. Gör nə hazırlayaq bu günlərim bax. Setkada kotlet. Setkada. Bax bu şüydünü vururam, bu duzun işyotu vurulub hazır. Gözəl, gözəl. Bax. Hazırlayacağım bir dənə baxın. Sarımsaq əlavə eləyəcəyik ki, çox qəşəng bir şey. Kötükdə döymə daha. Bax görsən bu da bizim kötükdə döymə kotletimiz. İstəyənlər olsa. Yəni burada fərqi yoxdur, qiymət dəyişikliyi olmur. Döymə kebabımız 7 manatdır. Döymə kebabın çəkisi də 200 qramdır. 200 qram kotlet 7 manat setkada. Gedək bunu hazırdır. Döymə kotletimiz hazırdır. Gedək o zaman inşallah. 230 qramdır bax yekəliyi. Həmiz gül kimi bu öz quyruğundan quzunun. Bizim qardaş görsən. Buna bax. Bal. Əsl döymə. Rənginə bax. Bu bizim kotletimiz, göbələyimiz. Bu da bizim, bax yaxın gəlir. Bax. Gör nədir bu belə? Bax. Nədir bu? Bu bizim qırmızı soğanın kebabı. Eyri şeydir. Bax görsən, nətər çıxardıram qabığından. Bax, özəyi. Min dərdin dərmanı. Yemək istəyənlər Beyləqan kebab evində yolun gözləyirəm. Seymur usta gördün nə hazırladım bu? Təbii çünki ən vitaminli ətimiz, quyruğumuz, soğan və göbələk. Bu da bizim göygü ətimiz. Necə alınıb? Əla, əllərə sağlıq. Nuş olsun klientlərimizə, gələn qonaqlarımıza çox superdir. Və sabah sayılarda bizdən hədiyyə qonaqlarımıza setkada kotlet. Gördün göyü, həm gözəlliyi.